Şuraya bir dəqiqə telefonumu aşırdacaq. Baxın, bu dondurmadan almışam. Az pul verməmişəm, təriflə. Kakosunu heç eşitməm, ondan olmaz o təriflə. Görək, bu 10 manata dəyər, yoxsa dəyməz. Çox gecəli. Yüngül bir maraqlı. Bilirsiniz, saqqız dadı verilir. Şunla burada bunu yiyəcək. Göbələk verir də. Bu. Yaxşıdır. Hə, xoşuma gəldi, gəlmədi. Az pul verməmişəm, təriflə. Yaxşıdır. Cəllabadakına çata bilməniz. Sən onda nə görürsən? Parkın mərkəzində olan dondurmaya heç bir dondurma çata bilməniz. Qardaşım oradakı dondurmanı o qədər sevir. Hər gedəndə də ondan da sifariş verir. Nəinki mən, orada parkda mən yeməmişəm. Boş yer olmur. Axşamlar orada boş yer olmur. Hə, indi onu tərif edir, yəni onun yerini verən. O neçə alırdın? 3 manata. Ay, mənim əziyyətimlə. Məsələ 3 manata. Nədir ki? Bugün bir damcı artıq yemişəm, elə bilirəm, kök almış. Mən bilmirəm, bu kameranın ön kamera belə adamı kök görsədir. Siz alır, oradan belə çox böyük görsən. Bu heç də qol elə bir ki, güləkçi. Nə qədər arıqlasam da xeyri yoxdur. Çok gecelerdir. Ne kadar yorgundur değil mi? Mamam bizim evimizin bütün problemlerini bu dəqiqə bilirsiniz. Abi şu acı biberdi ki, mən deyim şirin biber idi. Acıdı bu. Ne yapıyorsun? Biber yiyirəm, gel. Bunu atıya veriyorsun. Mən yiyə bilmərəm indi. Ne? Çünki toxam. Evlə şey necə pişirəsən? Sabah pişirək. Yox, bugün pişməlidir. Bugün test olmalı. Ne oldu getməli? Buyurun yedin ha. Beğenmedim. Heç beğenmedim. Özümüz evde hazırladığımız bundan çok yaxşıdır. Mən bunu şirin biberdən hazırlayıram. Çok qəşəng olur. Bu elə bir ki yağda qalmaqdan bəlkə qəribə bir şey oldu. Yəni beğenmedim, sevmədim. Deməli, neynədik? Pendiri qoyandan sonra kadayıfın baxın üzərinə, daha sonra üzərindən yenə də bir dəfə də belə kadayıf əlavə elədik. Eləyəndən sonra da burada yağımız var. Yağ da əlavə elədik. Yağ az olmayacaq. Ha, bu yağdan xoşum gəldi. İyi, yaxşı gəldi. Son vaxtlar ankor yağından iyi gəlmiş. Məni qane eləmir o. Ərdəcəm bu az oldu. Hə, ərid. O da var da. Hı. Ay sağ ol. Sənə. Bu da şərbətimizdir. Eli şərbəti də indi hazırlamışıq. Pendirin nə qəşəngi. Bu pendiri xoşuma gəldi. Nədir? Kilosunu 23 ya 25 manata aldım. Çox qəşəngdir. Rusiyanın pendiriydi bu arada. İndi qalıb ki biz bunları qəşəng çevirə biləcəyik. Ha, nə deyirsən? Gözüm su içir. O biri tavıya pramoy çevirərik. Tavıya? Başqa tavıya çevirərik pramoy. Ya da puding. Elvira çağırır. Biliyor musun dökəcək bura? Bilmirəm, tökələ. Necə əkik. Baxın görsətmə, hə? Çox olar, kuru ürəyimizi vurur. Əzəsin mənə baxsın. Necə çox. Mənə. Necə çəkəcək. Senin dadı. Allah, üzümüzü qara eləmə. Qardaşlarım orada deyir ki, evdə alındıra bilməyəsiniz. Biraz da qızarardı ya, ama əş yaxşıdır. Sən elə yandırarıq eləyərik. Baxın, qəşəkdir. Altın, ha, yox. Deyəsən çox elədi, ya yemiş. Bu içində axı bu. Mən mütləq bunu sizinlə çəkib paylaşacağım. Bacarırıq da, bax. Bax, gör bibi nə pişirib, anon eləməyib. Hər şeyi mən eləmişəm.
Necədir? Allah, bunun paltarına bax. Nə gözəl yaraşır. Trendyolda link olsa paylaşacağım qızlar bunu sizin üçün. Buna paltarına bax. Bir bala. Giymişik. Baxın. Mənim ayağıma baxın. Nuş olsun. Nuş. Sağ ol. Yeyirsən. Niyə? Atomdan yaxşı pişirmişik. Şuraya bu dəqiqə telefonumu aşırdacaq.